Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında anlaşma memorandumu imzalanıb. Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə Həmkarlar İttifaqlarının səmərəli fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti qeyd edib. Cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. Tədbirdə Həmkarlar İttifaqları sistemində aparılan islahatlar, həyata keçirilən layihələrdən danışılıb. Kurort Turizm İnformasiya Mərkəzinin, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti diqqətə çatdırılıb. Konfederasiya sədri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin keyfiyyətinin artırılması ilə bağlı görülən işlər barədə məlumat verib. Akademiyada yeni yaradılmış ixtisas artırma və kadrların inkişaf mərkəzinin artıq müxtəlif sahələr üzrə təlimlər, seminarlar və təcrübə mübadilələri üçün əlverişli platformaya çevrildiyini bildirib. Sonra AHİQ-in fəaliyyəti, layiqli əmək səfirləri, həmkardan həmkara qayğı ilə və AHİQ Plus layihələrindən bəhs edən video materiallar nümayiş olunub. BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin Azərbaycan iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına verdiyi töhfədən, ölkəmizdə insan kapitalına yönəlmiş təşəbbüslərdən, xüsusilə təhsil və peşə hazırlığı sahəsində dəstəyindən danışıb. Konfederasiyanın həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Sonda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında anlaşma memorandumu imzalanıb. Sənədi Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.